bayramdan önce Allah Resulü sallallahu aleyhi ve sellem namaz qılmazdı. Və necə ki hədisdə gəlir ki, Buxari rahimehullah qeyd edir və həmçinin İmam Muslim İbn Abbasdan gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem Ramazan günü bayramında cemaat içine çıxdı, 2 rükət namaz qıldı, yəni bayram namazı. Və nə bu ondan öncə, və ondan sonra namaz qılmadı. Və bu hədis əsl olaraq alimlər gətirirlər ki bayramdan öncə namaz qılınmır. Və səbəb bəllidir ki, duha namazı vaxtında bayram namazı qılınır. Yəni günəş çıxandan sonra bayram namazı qılınır. Və necə ki başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem bayramdan öncə namaz qılmazdı və öz evinə qayıtdıqda 2 rükət namaz qılardı. Necə ki bu hədis İbn Macədə gəlir. Amma bəllidir ki, bəzi hallar necə ki Azərbaycanda və başqa yerlərdə ola bilər ki, cemaat məscidə gəlsin deyə, yəni bayram namazı qılsın deyə biraz vaxtı uzadırlar. Və duha namazından 1 saat, 2 saat sonra namaz qılınır. Və bu baxımdan artıq kim ki duha namazı qılırsa, məsciddə oturduğu halda günəş çıxıb o 2 rükəti qılırsa, ya ümumən məscidə gəlib duha namazı qılırsa, duha namazının qılınması icazəlidir. Amma Allah Resulü sallallahu aleyhi ve sellem qılmamasının səbəbi bəllidir ki, söhbət nədən gedirdi? Bayram namazı çöllükdə qılınır. Yəni məsciddə yox, çöllükdə. Və ona görə artıq Allah Resulü sallallahu aleyhi ve sellem cemaat içində gəlib cemaat namazı qıldıqda nə ondan öncə, yəni bayramdan öncə, nə bayramdan sonra xas olaraq ona aid heç bir sünnə, yəni nafilə, yəni ona aid olan, əlaqəli olan namaz yoxdur. Amma dediyimiz kimi, başqa da dediyimiz kimi Allah Resulü sallallahu aleyhi ve sellem evə qayıtdıqda 2 rükət namaz qılıb, artıq o özünün namaz qılınması nəyə göstərir? Göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem yəni bayram namazına aid deyil. Sadəcə nədir? Duha namazının qılınmasını işarə edir alimlər bəziləri. Və həmçinin də məşhur suallardan biri, yəni bayram günü məscidə gəldikdə, məsciddə 2 rükət namaz qılınır yoxsa qılınmır? Əlbəttə ki, qılınır. Bu da heç bir problemi yoxdur.